Salam. Bugün benimle dalaşıp görüşmüşük. Neyse, oraları keçək, oraları unutmağa çalışıyorum. Sonra videomu mənə atdım. Tezdən sıralama pozulmasını deməyəm. Mən çəkməyəcəm. Sonra bütün moçu var ama kutu yoxdur. Dəhşət çox adamlar və soğuq ələk istəyir edək. Ha, bugün yoxlayacaq bir iki şey sizdən bir yerdə. İsmi bombasını yoxlamamışam. Mən Çox qəşəngdir. Mən bəyənirəm ha. Mən özüm elədiyimiz bombasını daha çox bəyənirəm bu arada. İnşallah bir yerimdən yersən. Ya Allah, kürək bura. Çox adam var, ürəyim daralır. Moçini təşkil edirlər. Moçunu alarsan qucağına. Moçcan. Şu an spreyim tarmışdı və ölürdüm. Bu ayaqqabı. Hə. Səfər, bunu nəqizə kitlədiyim üçün çox xoşbəxtəm. Keçən biz sevmişdik bu vlogunu, yox heç vaxt. Yox. Balık ekmek yer misin? Bunu 1x'de çektiler, 0.5'le çektiler böyle videoları. Denediklerimi diyeyim sana tut. Kartof çubukları. Mən deyirəm sana. Normaldi ama tuzluydu biraz. Bunu bəyənmirəm. Yok o yok. Pizza var. Harda? Orada var. Mən bir dənə bunu yoxlamışam, bir dənə kartof çubuqlarını su. Sucu şofar, biz ət yemirik. Ona görə bəzən belə çox minqlər yaşayırıq. O 2-3 dənə stent var. Neysə, bunu yeyirik ki, sağ ol. İndi moçini, çox süper bir zarafat, moçiyi qabağında tökürük. Gözlə. Gözlə. Pizza ayınıp kırıldı. Gözlə. Çok. Çok. Salam içi çok yaxşı. Homogeni daha yaxşı. Hə. Uşaqlar, heç il donuruq. O qədər nazik Gəldik geyinmişəm. burada indi sarma yoxlayacaq. Hə. Bir dənə genel fikrimi deyə bilərəm. Sarma daxildir bu arada. Korndoqu heç bəyənmədim. Birincisi yeməyi çox mundarxanadır. Yəni yemək olmur rahat. İkincisi elə də dadlı yoxdur. Yəni Korndoqu çox bir bəyəndim. dilimdən sonra ürəyim bulandı. Ya, mən korndoq çox Ondan bəyəndim. sonra Ay, çiğ köftəni sizə yaxşı deyəndən sonra ürəyim bulandı və yeyə bilmədim. nəyin mükəmməl olduğunu deyə bilərəm. Fettuccini çox bəyənirəm. Hər il çox bəyənirəm. Göbələklisini yoxlamışam və çox bəyənirəm. Ondan sonra kartof çubuqları normaldır. Hə, Və məncə də. pizza biraz duzludur, Biz amma də heç yeməmişəm. normaldır. Keçən yediyim fettuccini qəşəngdir, amma bu il yox. Tridelik deyə bilərəm ki, normaldır. Elə də Yoxlamışam. mükəmməl Donur bir dadı havalar yoxdur. onu yoxlayaq sonra. Həqiqətən donuram. yoxlayırıq. Bismillah. Aha. Limon falan sonra. Sonra. Üstüme sıktı. Pisdi bu arada. Ya benim seçtiği şey necə ola bilər ki? Ben de sarma ye. Ben dedim. Benim Allah burada. Ben Ben dedim. buna dedim ki çiğ köfte alma. Yağmurtsuz da. Ay çocuğum. Ben aslında limon tutmamışım. Limon dayandırabildim. Ben ayran tuttum. Çok pis de yani. Maçaya verdim yemedi. Neyse sarma ile getdim gelir yetim basın. Provas yoxlayırıq. Nərgiz fikrin nədir? Nərgiz işifə də yoxlayır. Deyə bilərəm ki dadlıdır. Hə. Mən deməli saydasını onsuz Saç bəyənirəm. olarak yani çaysız içmək biraz çətin, yemək Susuz, biraz məncə də çətindir. Və çay götürə bilmədik çünki veşimiz çoxdur. Əlim donub və tərpədə bilmirəm. Neysə, çox var. Mən də meyvəli yoxlayacağam. Meyvəli heç yeməmişəm. Bir də saydanı onsuz bəyənirəm. Bir dənə sayda aldım. İkisindən bir yerdə meyvəlini yoxlayırıq. Nə düşünürsən? Şokoladlı və çeyrəkli mürəbbə var içində. Nə yeməsən? Hə? Necədir? İstəyir, rəfəkdir. Necə bə? Lazım kral oldu. Həddindən nifrət edədiyim şeydə ayaq üstə belə basa-basına yemək yemək. Bəs sizə bezimcə. Sən elədikləri danışarım hamıya. Mən sən evləri danışıram. İndi sadəni yeyirəm. Çox xoşbəxtəm. Çünki çox sevirəm. Bəyim bizim zakazımızı gətirməyi unutduqdu bu arada. Görün necə məsuliyyətsiz yedi. Sən antireklam eləyəcəm. Sağ olun. Su içmirəm. Makrasa girə bilərik. Niyə? Gedirik su içməyə uşaqlar. Nəyəcə səsməyə mən su... Əlim çox soyuq. Əlim qıvrımcı ona baxa bilərsən. Və mənim bunun altında sadəcə bir mayka var, inana bilirsiniz. Sənin günahıdır. Mən bunun altına qalın giymişəm də. Hə. Yumşun. Və sən tutan da qalın da. Yəni mənim üçün heç nə, yəni sanki qollu bir kofta geymişəm sadəcə. Ayaq dedik. Hə.
zaten Onu da Leyla'ya aldım uşaqlar. Nə ki, Siz pazarlama soruşa sayəsi 7 manatdan 5 manat aldım. Donuram. Sağ olun. Nə ki, sağ olun. Sağ ol, getireyim. Donuram. Sağ ol,